Türk İnvestisiya Fondunun fəaliyyəti ilə çox böyük işlər görmək olar. Logistika şirkətlərində hesab edirlər ki, fond Türk Dövlətləri Təşkilatı ölkələri üçün transsərhəd maneələri aradan qaldırmağa imkan verir və bölgəmizə daha çox sərmayənin cəlb edilməsini təşviq edir. İnfrastruktura olan yatırımlar ola bilər. Bunu sözsüz ki, bir müəyyən araşdırmalar olmalıdır. Amma heç araşdırmalar olmasa belə hələ artıq bu investisiyalara ehtiyac olduğu görsənir. Bu həm Xəzər dənizində daşınmalardır, həm ölkəmiz üzərindən daşınmalardır. Ondan başqa həmin bizim sahəyə aid IT sferasında burada yatırımlar edərək, buradakı məsələn şirkətləri inkişaf elətdirmək və ya hər hansılarla birlik qurmaq və ya öz şirkətlərini açıb burada investisiyalar etmək birinci növbədə bütün bu türk dilli ölkələr üçün çox önəmli və çox vacibdir. Çünki onların da iqtisadiyyatları bugünkü gündə inkişaf edir və mallarının dünya bazarına çıxarılması üçün ən yaxşı yollardan biri elə məhz Azərbaycandır və ona görə də bu infrastrukturların burada inkişaf olması, burada yatırım olması sözü ki, onların ixrac potensialına da, idxal potensialına çox böyük təsir göstərəcək müsbət tərəfdən. Hesab olunur ki, fondun kapitalı 1 milyard dollara çatdırıla bilər. Keçən ilin sonunda dekabr ayında Türk Ticarət və Sənaye Palatasının sədrliyi Azərbaycan Sahibkar Konfrensiyasına keçdi. Məqsədimiz bu Türk dünyasında olan bu inkişafı biraz da sürətləndirək və bunun üçün də müxtəlif sahələrdə işlər görmək lazımdır. Ancaq birincisi təbii ki, investisiya ehtiyac. Fondu ilkin olaraq kapitalını 1 milyarda çatdırmaq. Və bununla bağlı həm İslam ölkələrinin maliyyə institutlarına danışıq gedir, dünyanın böyük maliyyə institutlarından, banklarla danışıqlar gedir. Mən istədim ki, yaxın vaxtda 1 milyarda əlbəttə hədəf ola bilər ki, gələcəkdə 2 milyarda qədər qaldırsın. Çünki burada görüləsi işlər həddindən çoxdur, real imkanlar var. Yeri gəlmişkən gələn ay Bakıda İslam Ticarət və İnkişaf Palatası investisiya forumu keçiriləcək. Yeni ixrac bazarı açılır və biz də çalışmalıyıq ki, bu ixrac bazarında fəal rolumuzu oynayaq, həm Azərbaycan məhsullarını və o cümlədən də bizim Orta Asiya ölkələri məhsullarını İslam dünyasına ixrac edək.